salam dostlar, mən Nuray Dezayda YouTube kanalıma xoş gəlmişsiniz. Bugün bir yeni vlog çəkirəm və bugün Mingəçevirə qaydırıq. Çünki son zəng falan ərəfəsidir. Mən də dedim, niyə görə məndə olmuyor? Çünki mənim dostlarım da son zəngidir falan da. Yəni, ümumiyyətlə mən son zəng ortamlarını sevirəm. Və budun məzun gününə gedə bilmirəm deyə əslində. Çünki budun məzun gününə demək olar tanınmış müəllimlər gəlir. Neyse biz də daha Mingəçevirdə idarə edərik. İnşallah öz son zəngimizdə, öz məzun günümüzdə və yaxud da könüllüyə qoşulub ikinci son zəngdə gələcəm. Arxamda gördüyünüz kimi belə, əlimdə də daim oğlunun çantası, çünki onu aparmalıyam, burada qalmışdı. Neyse sizləri sevirəm, indi yolda da çəkəcəm, görüşərik, sağ olun. Dostlar, girmişəm Ekarusa'da, amma o qədər çətinlə tapdım ki, buranı. Hər gedəndə, yəni bunlardan almalıyam mütləq. Mən bu qədər çox çətinlə tapdım. Həqiqətən o qədər çətinlə tapdım ki, inşallah səsim gedir. Dostlar, deməli artıq Mingəçevirdəyəm. Mən niyə belə danışam bilmirəm. Sən bala təqsim. Çox sağ olun. Çox sağ olun. İndi gedirəm. Deməli dostlar, əslində məni atam gəlib aparasıydı. Prosto mən dedim ki, özüm gələcəm. Çünki bir şeyi özüm axıra kimi eləmək istəyirəm. Görüm, eləyə bilirəm, yəni mən bu işi. Ayağım nipat. Qəşə cabidir həqiqətən mənim üçün. Bunu indi bağlayayım. Gələ yatıma deyərdim. İnşallah gedə biləcəm. Ayaqqabımda ip atsa dur bir. Tekstləmə bu tərəfdən gəldi. Niyə belə oldu? Aha. Bu tekstləmə o üst tərəfdən getdi. Mən səhv eləmişəm görəsən, yoxsa bilmirəm. Mən nəysə, bugünlərə gələcək çatmışıq. İnşallah bunu da bacaracağıq. Yanılmamışam, bari tekstləmə buradan keçir. İnşallah ki, minəcəm. Dostlar, minə bildim sonunda. Dostlar, mən bir işi özümü heç vaxt tek başına görə bilməyəcəm deyəsən belə gedişlə. Yağış yağır deyə məzun dikəlim. Dostlar, deməli, neyinirik? Gəldim evə, əynimi falan dəyişdim, ona pizza pişirmişdim. Sağ olsun. Dostlar, indi deməli gəlmişik son zəngə baxmağa. Həzara 2 dənə oğlan düşür. Dostlar, biz gəldik o birisi məktəbin son zənginə baxmağa. Çünki bizim son zəngdə məktəbdə dedilər ki 15 dəqiqəyə çıxın. Bilmirəm çıxdılar ya yox. Mən amma yəni daha baxdığım üçün maraqsız oldu. Dedim tam hamısını görməyəm, son zəngində baxaram. Ona görə gəldim seksiyonlara baxmağa belə. Demə, bugün bu qız məzun olmur, amma bugün bu qız son zəngə gedir, večerə gedir. Yəni ikisinə birlikdə gedirəm və bir son zəng kimi. Mümkünlüyə görə nostalji yaşamayım. Hər neysə, indi sizə başıma gələnlər danışıram. Deməli, dünən axşam gecə saat 4-ün yarısı falan yatmışam. Səbəbi də yata bilmirdim. Mən bilmirəm, birdən-birə öysürmək başladım mən də. Öysürəm. Yəni hələ də getməyib, bilmirəm necə olacaq, amma yəni normaldır, normaldır. Belə arada belə tutur. Hər neysə. Sonra getdim dırnaqlarımı düzəltdirdim dostlar. Çox bəyəndim bu arada dırnaqlarımı da. Saçlarımı açsın. Əslində make-up edib saçımı açsam daha məntiqli olardı. Amma mən dayana bilmirəm, atadım. Görək nizamım tutsa. Birində večerə giyinəcəm, başqa bir kombin. Večer bu arada večerə topuklu giyinəcəm, biraz topuklu. Bu çoxdur. Neysə olsa belə alın. Dostlar, anlıq qərarlar saçımı başqa cür edəcəm. Əynimə də demək, ağbon giymişəm. Bu qədər gedirəm. Dostlar, yenə acından ölürəm və yəni su almalıyam, mütləq su almalıyam. Dostlar, məcbur. Bu arada gezikirəm. Son zəng bitdi, mən də getməmişim. Dəhşət bir saçından ölürəm. İnşallah ki, yeməyi yiyə biləcəm orada. Bu qədər. Neyse, boş verin. Yaxşı. İzləyici olmaq çox bərbad bir şeydir. Aslında yemək yeməyə çalışıram. Bu nə şeydir? Öldüm. Düzgün də baxa bilmirəm onsuzda.
Dostların əlindən inşallah ki, bugün vlogumu çəkəcəm. Dostlar, inşallah ki, dediyim kimi, gələcək həyatlarını uğurlar arzu edirəm, gələcək həyatlarını. Və həqiqətən biraz təsirlidir da, yəni keçən ay biz buradaydı, amma indi başqa siniflər buradadır, biraz təsirlidir. İndi hələ bunlar blok imtahan dərdi var, sonra universitetə girmək dərdi. Yaxşı bir dərdimiz yoxdur. Yuxarı çıxmadım. Hə, bu arada son dəqiqədə saçımı dəyişdim. Burada TikTok çəkməyə də çalışıram, prosta alınmadı TikTok. Neyse, işin olmaz. Bunu YouTube'a koyarım ancaq. Ayda, keçən bu vaxt böyüdük. Onsuz hamı öz sayında da, yəni rəqsə fikir verən yoxdur. Bizdə nə yol olmuşdu, heç kim fikir vermirdi. Yalandan o qədər öyrənmişdik. Bu arada dırnaqlarım çox qəşəngdir axı, nəsə çox bəyəndim. 11B sınıfını meydana davet edir. Dostlar, çox qəribəsin. Galiba deyirəm, küçük oynuyor, deyirəm. Gəl. Harada telefonu? Amara geçsin. Ellerini yan, sonra kız. Eyle derdine, sonra kız. Oranı da çekmek istəyərdim, prostolara qoymalar. Gəl. Sen sağ ol. Elə bir 10 dənə görə sosial mediaya içərik çıxarmaya çalışıyorum. Bu da çox çətin olur. Yəni bu qədər qısadır. Yəni Dostlar. Əziz məzunlar, son zəng çalındı. Bu boyun gəldi və keçdi. Bugün həm sevinci, həm də biraz kədəri eyni anda istədirik. Sizi biraz eğlenmeye, şenlenmeye davet edilir. Artık meydan sizindir. Ay. Dostlar gəlirəm bir dəqiqə. Mən bunu oralara qoymaq. Burada da takipçilərimlə qarşılaşdım. Kanala abone paylaşırsan, kanala like atın, yorum yazın. Gel. Salam, necəsiz? Bayazam akşam baxarsınız. Öpürəm. Necəsiz? Yo, normal idi. Yəni o qədər bağlı idi amma. Deməli dostlar, gəldim evə və son zəng haqqında təəssüratlarımı danışacağam. Məncə o qədər də maraqlı deyildi, amma yəni normal bir son zəng idi. Çünki biz nəyə görə qadağalar falan qoyublar deyə. Uşaqlar istədiyi kimi rəqs eləyə bilmirlər, istədiyi kimi geyinə bilməyiblər. Sinif bezməyə belə icazə yoxdur da. Yəni son zəngdir da. Bu yas deyil ki. Mən yenə də başa düşə bilmirəm bu qanunu. Hər nəysə, daha sonra normal idi. Bu arada şəkil çəkdirənlər sizləri sevirəm. Bundan əlavə olaraq da axşam gedirik veçerə. Bunu bəlkə də 10-cu səfər deyirəm, amma bilmirəm, yəni veçer çox əla olacaq indi izləmədə qanda. Yəni bir də makyajım da axıb təmiz. Saçımı beləmi eləsəm, yoxsa belə su dalğası eləsəmmi deyə düşünürəm. Amma yəni ki, belə eləyəcəm, çünki bəyəndim bu saç modelini. Hər nəysə, bu qədər idi. Veçerdə görüşərək, sizləri sevirəm. Yəni bu videonun arxasında. Dostlar, indi Türkan Türk yoldaşlarını götürdük, gedirik.